Allah'ın salamı, rəhmət və bərəkəti olsun əhli beyt aşiqlərinə. Ariflərdən birinin evinə misafir gəlir. Bunlar oturandan sonrasına bu misafir evə göz gəzdirir. Deyir, ey şeyx, sənin bəs əşyaların hanı? Deyir ki, əşyalarım elə budur da. Bəs sənin əşyaların hanı? Misafir də gülümsünüb deyir ki, mən əşyalarım evdə, mən misafir gəlmişəm. Əşya gətirəcəmmi özümlə? Mən qonağam. Şeyx də deyir ki, elə mən də bu dünyada qonağam. İmam Zaman ağanın qəlbi xəzradır. Yəni, yaşıllıq deməkdir xəzra. Müminin qəlbi xəzra olarsa, İmam Zaman ağa orada olar. Hər yerdə, mömin hər yerdə olarsa, İmam Zaman ağa da həmin yerə qədəm qoyar. Sağ olun, salamat qalın. İmam Zaman ağanın zührü üçün bir salavat göndərək. Allahümme salli ala Muhammed.